Esse ilə bağlı bunları bilmədən imtahana girmə. Birinci məsələ mübtəda xəbər uzlaşmadır. Əgər sənin mübtədan üçüncü şəxsin təkidirsə, indiki zamanda əksər uşaqlar es qoymurlar. Bu birinci səhv. İkinci məsələ, modala fikir verin. Can, must, may, should bunlardan sonra feil to-suz gəlməlidir. Mən bunları zamana görə dəyişə bilmərəm, es artıra bilmərəm, heç nə eləyə bilmərəm. Can-dan sonra go, məsələ bitmişdir. Üçüncü məsələ nədir? Biz əgər fikrimizi bildiririksə 1, 2, 3, 4 cümlə ilə fərq eləmir. Hadisəni hansı zamanda başdan aparırıqsa, sona qədər də o formada getməlidir. Yəni hadisə həm keçmişdə davam eləsin, indikiyə gəlsin, keçmişə getsin. Bu zaman aralığına fikir vermək lazımdır. Digər bir məsələ böyük hərf məsələsidir. Əgər cümlə başlayıbsa, ilk sözümüzü böyüklə yazmışıqsa, cümlənin ortasında bir daha böyük yaza bilmərik. Təbii ki də bu xüsusi isimlərə aid deyil. Söhbət ümumi isimlərdən gedir. Daha sonraki məsələ xəttinizin səliqəli olmasıdır. Əgər xəttimiz səliqəli olsa, deməli oradakı hərf səhvləri və yaxud da yanlış anlaşılmalar olmayacaq. Bu məsələlərə çox-çox diqqət edin.